Hər kəsin əvvəl-axır səni tərk edəcəyinə inanırsan. Sənin üçün heç bir münasibət tam olaraq güvənli deyil. Ona görə də ya ümumiyyətlə münasibətə girmirsən, ya da bir münasibətə girsən belə, qarşı tərəf nə vaxtsa səni tərk eləyər deyə, sən özün ondan əvvəl münasibəti bitirməyə çalışırsan. Bu uşaqlıqdan gələn bir inancdır. Valideynlərinlə heç bir zaman stabil, güvənli, tutarlı bir bağ qura bilməmisən. Onlar bəzən sənə çox yaxşı, bəzən isə çox pis davranıblar və bu tutarsızlıq sənin içində bir narahatlıq və tərk edilmə inancı formalaşdırıb. Bu inanc nəticəsində sən ya ümumiyyətlə münasibətə girməyərək özünü tərk olunmaqdan qarantiyaya almağa çalışırsan və bu səni sonunda yalnızlaşdırır. Ya da səni heç vaxt tərk edə bilməyəcəyini düşündüyün, biraz zəif xarakterdə insanlar seçib, onlarla münasibətə girirsən və o insanın bütün həyatının kontrolunu öz əlinə almağa və səni tərk etməmək üçün əlindən gələni etməyə çalışırsan və bu da əvvəl-axır qarşı tərəfi bezdirir, uzaqlaşdırır və tərk edilirsən. Ya da bu inanca təslim olub, sənə nə qədər də negativ davranılsa, münasibəti bitirməməyə və sənə olan bütün hörmətsizlikləri, negativ davranışları qəbul edərək, tərk olunmasan belə bir münasibətin içində yalnız hiss etməyi seçirsən. Bunların hamısı sənin uşaqlıqda formalaşdırdığın tərk edilmə şemasının nəticəsidir və sən bu cür davam etməyə məcbur deyilsən. Bu inancı dəyişdirə, dönüşdürə və sağlam münasibətlər qurmağa başlaya bilərsən. Bugün sizə şematerapiyada yer alan tərk edilmə şeması haqqında məlumat verdim. Belə paylaşımlar maraqlıdırsa izləmədə qalın. Səhifəmdə psixoloji mövzularda fərqindəlik yaratmağa çalışıram. Sizə maraqlı olan fikir, suallar varsa buyurun şərhlərdə görüşək.